Salam uşaqlar, biz bugün dərsliyimizin 133, 134, 137 və 138-ci səhifələrini yerinə yetirəcəyik. Gəlin, suallarla bir-bir tanış olaq. Birinci sualımız. Səhv yazılmış söz hansıdır? Fənər, futbol, ailə, qala. Fənər sözü düzgün yazılıb. Ailə sözü düzgün yazılıb. Qala sözü düzgün yazılıb. Futbol sözü yanlış yazılıb. Futbolda d yox, t olmalıdır. Futbol. İkinci sualımız. Hiss, həyəcan ifadə edən şüarların sonunda hansı durğu işarəsi qoyulur? Uşaqlar, hiss, həyəcan bildirən cümləmiz nida cümləsidir və nida cümləsinin sonunda da nida işarəsi qoyulur. Uyğunlaşdıraq. Forma bildirən əlamət bildirən sözlər, dad bildirənlər, ölçü bildirənlər. Oval, əyri, qısa, uzun, şor, duzsuz. Şor, duzsuz dad bildirir. Deməli, kvadrata uyğun gəlir C. Ölçü bildirənlər qısa, uzun, bura uyğun gəldi B. Forma bildirənlər oval, əyri, burada uyğun gəldi A. Deməli, dairə A, kvadrat C, üçbucaq da B. Hansı bəndədir? A bəndində. A bəndini götürdük. Dördüncü sualımız. Hansı sözdə sonuncu samit yazıldığı kimi tələffüz olunur? Daraq, bulud, çəmən, çiçək. Daraqda daraq yazırıq, daraq deyirik. Bulud yazırıq, bulut deyirik. Çiçək yazırıq, çiçək deyirik. Amma çəmən yazırıq. Çəmən də elə olduğu kimi də deyirik. Deməli, daraq, bulut, çiçək fərqli tələffüz olunur. Amma çəmən olduğu kimi qalır. Beşinci sualımız. Uncu, inci, uncu, üncü hissəciyi şəkilçisi sıra sayı əmələ gətirir. Hansı sözlərə artırmaq olar? Yeddinci, çoxuncu, dərsinci, yüzüncü. Deməli, çoxuncu deyə bilmərik, dərsinci deyə bilmərik. Nə deyə bilərik? Yeddinci və yüzüncü. 1 və 4. O da var D bəndində. Altıncı sualımız. Verilmiş sözlərdən hansı forma bildirmir? Uzunsov, yumru, oval, qısa. Uzunsov forma bildirir, yumru forma bildirir, oval forma bildirir, qısa ölçü bildirir, forma bildirmir. 7-ci sual. Sözlərdən hansının ilk hərfini dəyişsək yeni söz yaranar? İlk hərfini. İlk hərflərin altından xaç çəkək. Mələk, arı, vətən, ənənə. Burada ilk hərfi dəyişməliyik. Elə cavab A bəndidir uşaqlar. Mələkdə, məsəl üçün, K yerinə qoysaq, olar kələk. F qoysaq, olar fələk. Yəni, mələk sözünün ilk hərfini dəyişəndə yeni söz yarada bilirik. Amma arı, vətən, ənənədə olmur. 8-ci sual. Hansı şəklin adı lüğətdə digərlərindən əvvəl gəlir? Nərdivan, N, şaftalı, Ş, saat, S, qurbağa, Q. Əlifba sırasını nəzərimizə gətirsək, S, Ş, T ən axırlardadır. S, Ş, T, U, Ü, S, Ş, T bunlar ən axırdadır. L, M, N, R bunlar da sonra gəlir. Q onlardan əvvəl gəlir. Cavab D bəndi. Cümlələri hansı ardıcıllıqla düzsək dialoq yaranar? Hələ vurulmadı. Nə zaman vurulacaq? 5 dəqiqə sonra zəng vuruldu. Zəng vuruldu. Hələ vurulmadı. Nə zaman vurulacaq? 5 dəqiqə sonra. Deməli, birinci olmalıdır 4. Birinci 4. Baxın, 4. İkinci 1. Üçüncü 2. Dördüncü də üçüncü cümlə.
C bəndini götürdük. Verilmiş nümunə mətnin hansı hissəsinə aiddir? Dağın ətəyində balaca bir kənd vardı. Bu kənddə Əli adlı baba yaşayırdı. Əli babanı hamı sevirdi. O kəndin ən tanınmış bağbanı idi. Deməli, Əli baba haqqında ümumi məlumat, yəni ilkin məlumat verilir. Əli baba haqqında ilkin məlumat olur mətnin giriş hissəsində. Cavab B bəndi. Növbəti səhifənin birinci sualı. Neçə nömrəli cümlə mətnin məzmununa uyğun deyil? Mətni oxuyaq. Qoca alma ağacı əkirdi. Ona dedilər, bu alma ağacı sənin neyinə lazımdır? Gör nə vaxt bu ağac böyüyüb, meyvə verəcək. Sən bəlkə də onun meyvələrini yeyə bilməyəcəksən. Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan. Qoca dedi, mən yeməyəcəm, amma başqaları yeyib, onu bastırana çox sağ ol deyəcəklər. Baba, bu cümlə artıqdır. Qonşu, sən mənim yuvamın kölgəsində yaşayırsan. Bu cümlənin mətnə heç bir aidiyyəti yoxdur. Qoca ağac əkir, ona deyirlər ki, niyə bu ağac əkirsən? Onsuz da bu ağac böyüyənə qədər, bar verənə qədər sən onu görməyəcəksən. O da deyir ki, mən bunu əkirəm ki, bu ağacın meyvəsini yeyənlər mənə çox sağ ol desinlər. Mətn budur. Və üçüncü cümlənin bura heç bir aidiyyəti yoxdur. Çünki orada söhbət yuvadan yox, ağacdan gedir. İkinci sual. Ümumi məna qrupu əşya olan sözlər verilmişdir. Buna əsasən sual işarəsinin yerinə hansı söz yazıla bilməz? Masa nə? Kibrit nə? Əşyalar nə sualına cavab verir? Düzdür uşaqlar. Deməli, bu üçünə də nə yazılacaq? Maşın nə? Nərdivan nə? Səbət nə? Cansız əşyaları istəsə, maşın, nərdivan, səbətə yaza bilirik. Amma zürafə cansız əşya deyil. O nədir? Canlı varlıqdır. Ona görə zürafəni bura yaza bilmirik. Şeirdəki sözlər haqqında hansı məlumat doğrudur? Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Tərkibində çı, çi, çu, çü hissəciyi olan 3 söz var. Gəlin axtaraq. Palançı, papaqçı, kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. 2 dənədir. Amma burada deyir 3 dənə. Deməli, yanlışdır. Sözlərdən biri necə üstəgəl çı sxeminə uyğundur. Deməli, sözün kökü sifətdir, sonra onu çı şəkilçisini artırmışıq. Palan sifət deyil, papaq sifət deyil. Deməli, bu da yanlışdır. Şeirdə bir peşə adı işlənmişdir. Xeyr. Palançı, papaqçı. Burada 2 peşə adı işlənib, amma bu deyir 1. Deməli, bu da yanlışdır. 2 sözdə nə üstəgəl çı, 2 söz nə üstəgəl çı sxeminə uyğundur. Bəli, doğrusu budur. Palan nə çı şəkilçisi, papaq nə çı şəkilçisi. Baxın, burada verilib. Düzgün cavab D bəndi. Hansı cümlədə qatar sözü icraçıdır? İcraçı. Cümlənin əvvəlində gəlir, nə sualına cavab verir. Uşaqlar qatardan düşməyə tələsdilər. Buradakı icraçı uşaqdır. Qatar gəlib düz yanımda dayandı. Aha, elə icraçı buradadır. Qatar gəlib düz yanımda dayandı. Nə qatar? Nə sualına cavab verməli idi? Biz növbə ilə qatara mindik. Nəyə mindik? Qatarda xeyli sayda sərnişin var idi. Harada? İcraçı nə sualına cavab verirsə, B bəndini də düzgün formada götürürük.
Orada qatar olduğu üçün nə sualına cavab verir ha. Amma ümumilikdə icraçı kim sualına da cavab verə bilər, bəzən də hara sualına cavab verə bilər. Hansı bənddə uyğunluq pozulmuşdur? Məkan. Rüstəmin geniş bağı. Aha, məkan var. Bağ. Zaman. Ötən yay fəsli. Yay fəsli zaman var. Baş qəhrəman. Məktəbin yeni direktoru ola bilər. Direktor baş qəhrəman ola bilər. Məzmun. Kərimin yeni otağı. Kərimin yeni otağı məkan bildirir. Məzmun bildirmir. Ona görə də D variantını götürdük. 6-cı sual. Cümləni doğru formada tamamlayın. İzahlı lüğətdə nə verilir? Sözlərin düzgün tələffüzü, sözlərin mənası, sözlərin əks mənalı qarşılığı, sözlərin düzgün yazılışı. İzahlı lüğətdə uşaqlar sözlərin mənası verilir. Sözlərin düzgün tələffüzü orfoepik lüğətdədir. Sözlərin düzgün yazılışı orfoqrafik lüğətdədir. 7-ci sual. Hansı söz təsdiq bildirən sözlər cədvəlinə uyğun deyil? Təsdiq. Baxırdı, təsdiq. Görünmür, inkar. Qorxdu, təsdiq. Yazırlar, təsdiq. Yenilənir, təsdiq. Danışdı, təsdiq. İndi təsdiq olmayan hansı oldu? Görünmür. Görünmür feili inkarda verilib. Təsdiqdə yox. 8-ci sual. Hansı cümlədə tərkibində yalnız qalın saitlər olan sözlər iştirak edir? Qalın saitləri yazaq. A, I, O, U. Yəni ancaq bunlar ola bilər. İnce saitlər ola bilməz. Bağçadakı ağacları vaxtında suladıq. Buradakı saitlərin elə hamısı qalındır. İndi o biri bəndlərə baxaq. Bax, görürsünüz, burada Ü var. Burada da Ü, İ, bunların hamısında ince saitlər var. Bizdən isə yalnız qalın saitlər istəyirdi. Yalnız qalın saitlər işlənən cümlə də A bəndində verilib. 9-cu sual. Hansı cümlənin tərkibində aşağıdakı sualların cavabı var? Kim nə etdi? Deməli, hərəkətimiz nə etdi sualına cavab verməlidir. İcraçımız da kim? Aysu kəndə getdi. Hava soyuq idi. Sabah tədbir var, evdə konfet qalmayıb. Elə düzgün cavab da A bəndidir. Aysu kəndə getdi. Nə etdi? Kəndə getdi. Kim? Aysu. 10-cu və Azərbaycan dilinin sonuncu sualı. Hansı cümlədə cəmdə olan söz işlənib? Cəmdə olan söz. Cəmdə olan sözdə hansı şəkilçi olmalıdır? Lar, lər. Şəftalı həzm üçün faydalı meyvədir. Savadsız adam kör kimidir. Azərbaycanda qalın meşələr çoxdur. Gəncəyə ilk sürətli qatar yola düşdü. Bizdən larlər istəyirdi. Bu da C bəndində verilib. Meşələr. Çoxluq bildirən hissəciyimiz var. Riyaziyyat fənni ilə davam edirik. Bağdakı ağacların 18-i alma, 23-ü armud ağacıdır. Armuddan 8 dənə çox alçadır. 8 dənə çox. 23-dən 8 dənə çox nə edir? 31. Sual. Bağda cəmi neçə ağac var? Cəmini tapmaq üçün 18-in üstünə 23 gəlirik, onun da üstünə 31 gəlirik. 8-in üstünə 3, 11, o da 1, 12, 2 yazdıq, 1 yadda. 1-in üstünə 2, 3, 3-ün üstünə 3, 6, bir də yadda 7. Deməli, bağda cəmi 72 meyvə ağacı var. İkinci sualımız. Atam 60 manat pulunun yarısına köynək. 60 manat pulun yarısına köynək. 60'ın yarısını neyinir? 30. Yarısının yarısına isə papaq aldı. 30'un yarısını neyinir? 15. Atamın neçə manat pulu qaldı? Deməli, atama var idi 60 manatı. 30 manatdan 15 manat xərcləyib. 30'dan 15 neyinir? 45. 60 var idi. 45 manatdan xərclədi. Neçə manatı qalır? 15 manat. O da var B bəndində.
Üçüncü sual. Cahan hər gün bir əvvəlki gündən 5 məsələ artıq həll edir. İlk gün 15 məsələ həll edibsə, üçüncü gün cəmi neçə məsələ həll etmiş olar? Yox, üçüncü günü tapıraq, sonra 3 gündə bir yerdən istəyir. Deməli, 1, 2 və bu 3 gün. Birinci gün 15 məsələ həll eləyib, ikinci gün ondan 5 çox, elədi 20. Üçüncü gün də 20-dən 5 çox, elədi 25. İndi bizdən bunların 3 günün cəmini istəyir. 15 ilə 25 eləyir 40, üstünə də 20 gələyəndə eləyir 60. Deməli, Cahan 3 gündə 60 məsələ həll edib. Afərin Cahana. Şəkildəki silindirlərin sayı. 1, 2, 3, 4. Hansı fiqurun tərəflərinin sayına bərabərdir? Silindirlərin sayı oldu 4. Dairənin tərəfi yoxdur. Düzbucağının 4 tərəfi var. Üçbucağının 3 tərəfi var. Kürənin də tərəfi yoxdur. İndi 4 bizə də 4 verib. O da deməli düzbucağının tərəflərinə bərabərdir. Aynur 8 manat pula 4 kiloqram gavalı və 2 kiloqram alma ala bilər. Aynur 2 kiloqram gavalı 1 kiloqram alsa satıcıya nə qədər ödəməlidir? İndi baxın. 4'ün yarısı 2 eləyir, düzdür? 2'nin də yarısı 1 eləyir. Deməli, Aynur 4 kiloqram almalıydı, amma aldı 2 kiloqram. Burada da 2 kiloqram almalıydı, aldı 1 kiloqram. Hər ikisinin tən yarısını alıb. Deməli, 4 kiloqram gavalı və ya 2 kiloqram alma ala bilər. Deməli, 4 kiloqram gavalı, uşaqlar, 4 kiloqram gavalı 2 kiloqram almaya bərabərdir. Deməli, onda 1 kiloqram almada 2 kiloqram gavalıya bərabər olur. Yəni, cütləşdiririk də 2-2. İndi Aynur alıb 2 kiloqram gavalı və bunların hamısına 8 manat verir. Ya 2 kiloqram almaya, hamısına yox. Ya da 4 kiloqram gavalıya 8 manat pul verir. 2 kiloqram gavalı və 1 kiloqram da alma aldı. 1 kiloqram alma elə 2 kiloqram gavalıya bərabər idi. Bəli, mən 2 kiloqram gavalını 1 kiloqram alma kimi göstərirəm. Nəticədə nə alınır? 2 kiloqram alma. Elə 2 kiloqram alma da neçə idi? 8 manat idi. Deməli, Aynur 2 kiloqram gavalı 1 kiloqram alma alsa, satıcıya 8 manat pul ödəməlidir. Cavab 8. Şolar, sualla bir də izah edeyim sizə. Sualı sizə bir də izah edirəm. Bir Aynur 8 manata ya 4 kiloqram gavalı ala bilər, ya da 2 kiloqram alma. Bax. Ya 4 kiloqram gavalı ala bilər, 4 dənə gül, ya da 2 dənə alma, 2 kiloqram alma ala bilər. 4 kiloqram gavalı alsa da 8 manat verir. Yox, gavalı yox, 2 kiloqram alma alsa da 8 manat verir. İndi bunu 4 2'ye bölünür də, düzdür? Yarıya bölsəm, bunu da yarıya bölsəm. Nəticədə nə alınır? 1 alma 2 gavalıya bərabərdir. Yəni 1 kiloqram alma 2 kiloqram gavalıya bərabərdir. Ayrıca 4 kiloqram gavalı alsa 8 verər, ya da ayrıca 2 kiloqram alma alsa 8 verər. İndi sualımız budur ki, Aynur 2 kiloqram gavalı aldı, 1 kiloqram da alma aldı və satıcıya nə qədər pul verdi? Burada uşaqlar əvəz eləmişdik. 1 kiloqram alma 2 kiloqram gavalıdır. Onda 2 kiloqram gavalının pulunu elə 1 kiloqram almaya bərabər elətdiririk. Nə əmələ gəlir? 2 kiloqram almanın pulu. 2 kiloqram almanın pulu da nə qədər idi? 8 manat. Elə deməli, Aynur 8 manat pul ödəmiş olacaq. Hansı fikir yanlışdır? 6-cı sualımız.
Fiqurun iki üzünün kəsişdiyi düz xətt parçası til adlanır. İki üzünün kəsişdiyi düzdür. Bu doğru. Fiqurun üç tilinin kəsişdiyi nöqtə təpə adlanır. Doğru. Konusun iki dairə formalı düz üzü var. Konusuna, silindirin demir. Konusun. Konus bax budur. Konusun dairə formalı neçə üzü var? Bir üzü var. Amma bu nə deyir? İki üzü var. Yalan deyir. Kubun 6 üzü, 8 təpəsi, 12 tili var. Doğru deyir. İndi bizdən də yanlış istəyirdi. Yanlış cəbəndidir. İki dairə formalı üzü olan silindirdir uşaqlar. Konus deyil. 8 yanında dama. 2 rəqəmli ədədin təqribi hesablanması zamanı 8 onluq olması üçün boşluğa hansı rəqəmi yazmaq olar? Uşaqlar yuvarlaqlaşdırmanı istəyir. Yəni 8-in yanında neçə olsa biz bunu yuvarlaqlaşdıranda 80 alınacaq. Yəni 8 əgər olduğu kimi qalırsa, yəni onluq dəyişmirsə, deməli 8-in yanında hansı ədədlər ola bilər? 0, 1, 2, 3, 4 ola bilər. Çünki bunlar onluğu dəyişmir. Deməli 5, 6, 7 ola bilməz. Nə ola bilər? 4 ola bilər. O da A bəndində verilmişdir. 8-ci sual. Əli mağazadan 6, qardaşı isə 10 yumurta aldı. Onlar evə gələndə Əlinin qardaşı 4 yumurtanı yolda sındırdı. Deməli 10 almışdı, 4-ünü sındırdı. Neçəsi qalır? 6-sı. Evə çatanda neçə yumurta qalmışdı? 6 Əlidə, 6 da qardaşında. Evə çatanda 12 yumurta qalmışdı. Cavab B bəndi. 9-cu sualla davam edirik. Bağımızda 4 nar ağacı var. Hər ağacdan 2 ədəd nar dərdim. Topladığım narların 6 ədədini dostlarıma verdim. Mənim neçə ədəd narım qaldı? Deməli 4 nar ağacı hərəsindən 2 dənə yığanda 4-ü vururuq 2-yə. O da eləyir 8. Deməli mən 8 nar yığmışam. Və bu 8 nardan 6-sını vermişəm başqalarına. Mənim neçə narım qalıb? 2 narım, o da var C bəndində. 10 ilə 17 arasındakı ədədlərin cəmini ən yaxın onluqla əvəz etsək, neçə onluq alınır? 10 ilə 17 arasındakı deyir. Yəni 10 ilə 17-ni saymırıq. 11, 12, 13, 14, 15, 16. Bunların cəmini tapmaq lazımdır. 1, 2, 3, 4, 5, 6. 6 dənə 10 eləyir 60. 1-in üstünə 2, 3, 3-ün üstünə 3, 6, 6-ın üstünə 4, 10, 15, o da 21. 60, o da 21. Bunların cəmi eləyir neçə? 81. 81-i də yuvarlaqlaşdırmağımızı istəyir. 81-i də yuvarlaqlaşdıranda uşaqlar eləyir 80. 80-də də 8 onluq var. 10-cu sualda cəbədir. Pişik olduğu nöqtədən 32 addım irəli addımlasa, hansı simvola çatar? Pişik neçədədir? 15-də. İrəli getsə addımların sayı artar. 5-in üstünə 2, 7, o da 4. Eləyir 47. 47 nədədir? Qarpızda. B bəndini götürdük. İkinci sual. Ayazın 8 il sonra 19 yaşı olacaq. 8 il sonra. Deməli, Ayazın indi neçə yaşı var bilmirik. 8 il sonra 19 olacaq. 6 il öncə neçə yaşı var idi? 6 il öncə neçə yaşı vardı? Bunu istəyirik. İndi 8 il sonra 19 olacaqsa, indiki yaşını tapmaq üçün 19-dan 8-i çıxırıq. Eləyir neçə? 11. İndi onun 11 yaşı var. Biz 6 il öncə neçə yaşı var idi tapmaq üçün 11-dən 6-nı çıxırıq. O da eləyir 5. A bəndi. Şəkildə neçə üçbucaq təsvir olunub? Sayaq.
1, 2, 3, 4. 4 dənə balaca. 1, bu da 2. 2 dənə böyük. Başqası var? Yoxdur. O birislər arasında 3bucaqlıdır. İndi 4 balaca, 2 böyük. Neçə dənə üçbucaq eləyir? 6 dənə. Deməli, şəkildə 6 üçbucaq var. Dördüncü sual. Bir lentin uzunluğu 18 metrdir. İkinci lentin uzunluğu bundan 5 metr çox. 18-dən 5 metr çox nə edir? 23. Üçüncü lentin uzunluğu isə ikinci lentin uzunluğundan 9 metr çoxdur. 23-dən 9 metr çox nə edir? 32. Bu 3 lentin uzunluqlarının cəmi nə qədərdir? Tapaq. Birinci lent 18. İkincini tapdıq 23. Üçüncünü də tapdıq 32. Bunların cəmini istəyir. 8, 2, 10, o da 3, 13. 3 yazdıq bir yadda. 1, 2, 3, o da 3, 6, bir də yadda 7. Cavab edir. C bəndi 73 metr. 5-ci sualımız. Orxan evdən parka gedib evə qayıtdı. Deməli, evdən parka gedib tezdən evə qayıtdı. Və daha sonra məktəbə getdi. Amma qayıtmayıb, gedib. Orxan cəmi neçə metr yol getdi? Deməli, parka getdi. Sonra evə qayıtdı. Sonra da bir dəfə də məktəbə getdi. Burada verib bizə 32 metr, 54 metr. Aha, deməli, buranın uzunluğu, buradan bura 32-dir. Buradan da bura 54-dür. Parka getdim 32, parkdan evə qayıtdım 32. 2 dənə 32. Birinci parkdan başlayaq. Eləyir neçə? 64. Sonra 64-ün üstünə də ümumi məsafəni gəlirik. Çünki evdən məktəbə gedib. 32 ilə 54 nə edir? 86. 86. 64-ün üstünə də gəlirik 86. Çünki məktəbə gedib. 11 yadda, 14 bir yadda, 15. Deməli, Orxan ümumi 150 metr yol gedib. O da var A bəndində. Uşaqlar, bir də izah edirəm. Baxın, evdən parka qədər 32 metrdir. Parkdan məktəbə qədər 54 metr. Ümumi evdən məktəbə qədər olan məsafə oldu neçə? 86. Əvvəlcə parka gedib qayıdıb. Yəni 32 gedib, 32 qayıdıb. Ona görə 32-ləri topladıq. Sonra deyir, evdən məktəbə gedib, amma qayıtmayıb da. Yəni hələ məktəbdədir. O da deyir 86. 64 ilə 86-nı da topladıq, elə də 150. Deməli, Orxan ümumi 150 metr yol gedib. Cibimdə 35 manat pul var. Mağazaya gedəndə anam mənə 20 manat daha verdi. 20 manat daha versə, 35 var idi, 20 də verdi. Neçə manatım oldu? 55 manatım oldu. Mağazada biri 5 manata olan şirədən 2 ədəd aldım. 2 dənə şirə biri 5 manatdan nə qədər eləyir? 10 manat. Mənim nə qədər pulum qaldı? Deməli, 35 varım idi, anam da 20 verdi, elə də 55 manat. 55 manatın da 10 manatını tükanda xərclədim. Mənim nə qədər pulum qaldı tapmaq üçün? 55-dən onu çıxırıq. 55-dən onu çıxırıq. 5, o da 4. Cavab eləyir 45. B bəndi. 7-ci sual. 23 ilə bundan 32 vahid böyük. 23-dən 32 vahid böyük nədir? 55. 23 ilə 55 ədədinin cəmi. 23 ilə 55 ədədinin cəmi. Edir 78. Ən yaxın onluğa qədər tamamlasaq. 78-i ən yaxın onluğa tamamlasaq edir 80. Alınan ədəd necə dəyişər? Necə dəyişər?
Deməli, tapdığımız ədəd neçə oldu? 78. Ən yaxın onluğu neçə oldu? 80. 78 oldu 80. Artdı. Nə qədər artdı? 2 vahid artdı. O da var C bəndində. Deməli, bir də deyirəm. 23 ilə bunun 32 vahid böyük olan ədədin cəmi. 23-dən 32 vahid böyük olan ədəd nədir? 55. Yazdım üstünə 55. İndi 23 ilə 55-in cəmi elədi 78. 78 deyir ki, ən yaxın onluğa tamamla. 78 nəyin arasında yerləşir? 70 ilə 80-in. 78 70-ə yaxındır, 80-ə 80-ə. Ona görə 80 götürdük. Və deyir ki, 78 idi, oldu 80. Necə dəyişdi? Artdı mı, azaldı mı? 78 oldu 80, artdı və 2 vahid artdı. O da C bəndində verilib. 3 kiloqram çiyələk 18 manatdırsa, 3 kiloqramı 18 manatdırsa, çoxunu verib birini tapmalıyıq. 1 kiloqramı tapmaq üçün 18-i bölürəm 3-ə. Deməli, çiyələk oldu 6 manat. 3 kiloqram çiyələk 18 manatdırsa, 5 kiloqram çiyələk neçə manatdır? 3 kiloqrama görə 1 kiloqramı tapdıq. 18-i böldüyü 3-ə elədi 6. İndi 1 kiloqram çiyələk 6 manatdırsa 5 kiloqramı tapmaq üçün 6-nı vururuq 5-ə. O da eləyir 30. 8-də abad. 9-cu sualımız. 2 ədədin fərqi 23-dür. Yəni, bax, dama, çıx, dama bərabərdir 23. Azalanı 17 vahid artırsaq, azalanı 17 vahid artırsaq, onda fərq də 17 vahid artmış olur avtomatik olaraq. Qaydamız budur. Azalan artırsa fərq artır, azalan azalırsa fərq azalır. Fərq neçə olar? Deməli, fərqimiz 23 idi və o da 17 artarsa, 23-ün üstünə gəlirik 17-ni. O da eləyir 40. Fərq 40 olar. Sonuncu sualımız. Şəkildəki hər bir fiqur fərqli bir ədədi ifadə edir. Hər sətirdəki ədədlərin cəmi sətrin sağında verilib. Kvadrat fiqurun yerində hansı ədəd olacaq? Şəkilə baxırıq və burada ulduzlardan başlamaq daha rahatdır. 3 dənə ulduz 9 olubsa, deməli ulduzlarımız 3-dür. 3 dənə 3 oldu 9. Və bu ulduzu qoyuruq bura. 2 dənə 3, 6. 6 üstə neçə gəlsək 10 eləyər. 4. Deməli 3 bucağımız oldu 4. İndi 2 dənə 4 eləyir 8. 8-in üstünə neçə gəlsək 13 eləyər. 13-dən 8-i çıxırıq, qalır 5. Deməli, kvadratımız 5-dir. Bizdən də elə kvadratı istəyirdi. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, bütün tapşırıqları başa düşdük və videonun sonunda videonu bəyənməyi unutmayın.